Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə ikinci ay sonu 10-cu sinif sınavının testlərini izah eləyəcəm. Başlayaq birinci sualımızdan. Birinci sualımız natural ədədlər mövzusuna aiddir. A bölü B 6 bölü 7-dirsə A-ya 6K, B-yə 7K düşəcək. 7K ilə 6K-nın əkobu 42K eləyəcək. Qarşılıqlı sadə ədədlər olduğuna görə əbubu isə K. 42-dən 1K-nı çıxanda 41K, 205-dirsə K eləyəcək 5. Cəmi eləyəcək 13K və onun da 5 misli 65. İkinci sualda burada birləşmədi. Deməli, NA fərq B bərabərdir 24-ə, NB fərq A bərabərdir 36-ya. Kəsişməni bilmirik, birləşmə isə kəsişmənin 5 mislidir. O zaman 5x bərabərdir, x toplanılsın, 24 ilə 36-nın cəmi 60. 4x 60-dırsa, x da 15. X 15-dirsə A-nı soruşur bizdən, A-da isə o zaman 39 element var. A bəndi. 50.000 ədədini standart şəkildə yazanda biz yazacağıq 5 vurulsun 10 üstü 4. Çünki ədədin standart şəkli onun A vur 10 üstü n şəklində yazılışıdır və qiymətli hissə 1 ilə onun arasında olmalıdır. Qiymətli hissəmiz 5, tərtibimiz 4. Cəmi 9. A ədədi 2 və 3 ilə düz mütənasibdir. 2K, 3K. 5 ilə tərs mütənasibdir. 5 də 1K. Və bunların içərisində cəmini istəmir. Sadəcə olaraq bizə qeyd edib ki, onların içərisində ən böyük ədəd, ən böyüyümüz 3K olacaq. 3K 60-dırsa K eləyəcək 20. K 20-dirsə digər ikisi bu eləyəcək 40. Bu da eləyəcək 4. Onların da cəmi 44. Həqiqi ədədlər mövzusuna aid digər bir sual. A-nın kvadratı vurulsun S müsbətdir. A-nın işarəsini bilmirik, amma ki S-yə vuranda müsbət eləyirsə, deməli S müsbətdir. B-nin işarəsini bilmirik, amma kvadratı müsbətdir. O zaman müsbəti nəyə vursaq mənfi eləyər? Mənfiyə. Deməli A mənfidir. B, S müsbətdir. Kvadratı da zaten müsbət olacaq. Müsbəti nəyə vursaq mənfi eləyər? Mənfiyə. Deməli A ilə B mənfi, S müsbət. A bəndi. 2 paralel düz xətt 3-cü düz xəttlə kəsişdiyi zaman əmələ gələn daxili bir tərəfli bucaqların fərqi 40 dərəcədir. Betadan alfanı çıxanda 40, bir tərəfli olduğuna görə beta ilə alfanın cəmi 180. 2 beta bərabərdir 220, beta da bərabərdir 110. 110-dursa böyüyünü istəyirdi A bəndi. Bu tərs sualları yazanda onları alt-alta yazmaq lazımdır. 7-də 3, 11-də 3, 16-da 3, 19-da 3 və 22-də 3 bərabərdir A-ya. 7-də 4, 11-də 8, 16-da 13, 19-da 16, 22-də 19 bərabərdir X-a. Tərəf-tərəfə toplasaq X-la A-nı eləyəcək 7-də 7, 1, 11-də 11, 1, 1, 1 və 1, 5. O zaman X-ı da tapsaq 5 çıxılsın A. 2 ədədin cəmi 150-dir. Birinci ədədin 30%, ikinci ədədin 20%-nə bərabərdir. O zaman məxrəcdəki 100-lər getdi. Hər tərəfini ona vuranda 3A 2B-yə bərabərdir. A-ya 3K, B-yə 2K düşəcək. Cəmi 150-dirsə 5K 150, K isə 30. Bu ədədlərin fərqini istəyirdi. 3K-dan 2K-nı çıxanda K eləyəcək ilə 30. Məxrəci 72 olan düzgün kəsirlərdən neçəsi sonludur? 72-ni 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. Sonlu olması üçün bizə yalnız 2-lər lazımdır. 2 vur 2 vur 2 və onlardan biri özüdür. Düzgün olmayan kəsrə verir. Ona görə birini çıxırıq. Qalır 7. Bu şəkil köməkçi həndəsi düsturdur. Bu formada olanda üçünün də cəmi eləməlidir 360. O zaman X-a da düşəcək 140 dərəcə.
A və B natural ədədlər üçün AB üstəgəl 2B bərabərdir 12-yə. Üzərində xətt yoxdursa, deməli o vurmadır və A da B də istənilən ədəd ola bilər. A-nın böyük qiymət alması üçün B ən kiçik qiymət almalıdır. Ən kiçik natural ədədimizdə 1 olduğunu nəzərə alsaq, gətirik yazaq yerinə. A üstəgəlinsin 2 bərabərdir 12-yə. A da bərabərdir 10-a. A-ya 3K, B-yə 4K gətirək yerinə yazaq. 3K toplanılsın 8K. 2 vur 3 6K çıxılsın 4K. 11K'nı 2K'ya bölsək 5/5. AB-yə 5K, BC-yə 2K, CD-yə 9K. Bütövlükdə isə eləyəcək 16K. 16K 80'dırsa K 5. K 5'dirsə AB və CD-nin orta nöqtələr arasındakı məsafə. O zaman AB olacaq 25, CD olacaq 10, D olacaq 45. Bunun yarısıyla bunun yarısı arasındakı məsafə 22/5, 12/5. 12/5 ilə 22/5'i topladığımız zaman eləyəcək 44. 44 yox, 34. Üstünə də 10 gəlsək. 44 yox, daha doğrusu 35. Üzərinə də 10 gəlsə eləyəcək 45. Sonra gəlin keçək 14 nömrəli suala. Bu ədədinin kəsr hissəsi ilə özünün hasilini tapın. Əvvəlcə kök 17-dən çıxır 4 tam neçəsə, üstünə 4 gəlsə eləyəcək 8 tam neçəsə. Tam hissəmiz 8-dir. Kəsr hissə ədədin özündən tam hissəni çıxanda alınır. Kök 17 topla 4 çıx 8. O da eləyəcək kök 17 çıxılsın 4. Özünü vururuq kəsr hissəsinə. Qoşma ədədlərdir. Kök 17 üstəgəl 4 vurulsun kök 17 çıxılsın 4. O da eləyəcək müxtəsər vurma düsturuna yığılıb kök 17'nin kvadratı çıx 4'ün kvadratı 17 çıxılsın 8. O da eləyir 9. O 16 estağfurullah, o da eləyəcək 1. Sonra A bölünsün B 3/5'dir. B bölünsün C 4/5'dir. B'nin qarşısında bir dəfə 5, bir dəfə 4 durub ona görə. Deməli, birinci dəfə biz bu formada olan misalları izah eləyəndə qeyd eləmişdik ki, eyni hərfin qarşısında duran ədədlər eyni olmalıdır. Deyilsə biz eyniləşdirməliyik. Hər tərəfini 4'ə, hər tərəfini 5'ə vururuq ki, A və B, B'nin qarşısında duran ədədlərimiz eyniləşsin. 20'də 12, B böl C də bərabərdir 20/25. A'ya düşəcək 12K, C'yə düşəcək 25K. A C'dən neçə faiz azdır desə 12K'nı 25K'ya bölüb 100%'ə vuracağıq. K'lar getdi 4. 48% alındısa neçə faiz azdır, neçə faiz çoxdur və s. suallarını verdiği zaman mütləq 100% ilə müqayisə eləmək lazımdır. O zaman 100% ilə müqayisə eləsək 100'dən 48%-i çıxırıq. O da eləyəcək 52%. Keçək növbəti sualımıza. 500 manatlıq televizorun qiymətini əvvəlcə 4% ucuzlaşdırıblar. 500'ün 4% eləyir 20 manat. O zaman 20 manat ucuzlaşanda qalır 480 manat. 480 manatı 10% bahalaşdıranda eləyəcək 48 manat. 48 manatı üzərinə gəlsək 480'ın o da eləyəcək 528 manat. Yekun qiymət isə 528 imiş. 62 şagird futbol və voleybol məşğələlərinə gedir. Onlardan 13'ü hər ikisinə gedəcək. Futbol məşğələsinə gedənlərin sayı n futbol bərabərdir. Voleybol məşğələsinə gedənlərdən 2 dəfə çoxdur. Onda voleybol isə x-dır. N futbol və voleybolun birləşməsi bərabərdir. 2x topla x çıxılsın 13 və şagirdlərin sayı 62. 3x bərabərdir 75. X də bərabərdir 25. Futbol məşğələsinə gedən isə olacaqdır 2 vur 25 50. Burada modulları sadələşdirmək lazımdır. Modulun işarəsini təyin eləyək. Kök altında 12, kök altında 9 deməli müsbətdir. Kök altında 25, kök altında 12 müsbətdir. 2 kökdə 3 çıx 3 plus
5 minus 2 kökdə 3. İslah eləsək 5-dən də 3 çıxacaq. 2. Köməkçi müxtəsər vurma düsturuna görə x 3 alfa ilə alfanın cəmi 4 alfaya bərabərdir. Alfa ilə 4 alfa qonşudur. Cəmi 180-dır. 5 alfa 180-dırsa alfa 36-dır. X isə 144-dür. İki ardıcıl natural ədədlər, ardıcıl tək ədədlər olduğu üçün qarşılıqlı saydədir. Qarşılıqlı sayda ədədlərin əbovu 1-dir. Əkobonların hasili və 57. A vurulsun B bərabərdir 56-ya. Biri n-dir, digəri n topla 1 bərabərdir 56-ya. Həll tələb olunan sual olduğuna görə əslində bu sualı həlli ilə yazmaq lazımdır. Kvadrat tənliyə gətirib, tənliyin köklərinin cəmi eləyəcək -1, hasili -56. Biri 7-dir, biri 8. Toplayanda -1 olması üçün böyüyü mənfi olacaq. Bu ədədlər deməli biri 7-dir, digəri isə bundan bir vahid böyükdürsə 8, kiçiyini istədiyinə görə cavab 7 olacaq. Çənin 12-də 5 hissəsi su ilə doludur. Çəndəki suyun 12-də 5-i su ilə doludursa, çəndəki suyun 5-də 3-ünü istifadə eləyiblər. 12-də 5-in 5-də 3-ü də kənardan gədik, tapaq, baxaq. 12-də 5 vurulsun 5-də 3. O da eləyəcək 4-də 1. Deməli 4-də 1-i işlənib isə 12-də 5-in 4-də 1-i. Bu da bizə 12-də 3-ü verəcək. 12-də 5-dən 12-də 3 işlənibdirsə, o zaman qalıb 12-də 2x. Deməli, geriyə doldurmaq üçün 100 litr su lazımdır. 12-dən 2-si doludursa, 12-dən 10-u boşdur. 12-də 10 hissəsi 100 litr olacaq. X da olacaqdır 120 litr. 112-yə vurub ona böləcəyik. Deməli, bizim çənimiz 120 litr su tutur. Onluq mərtəbə vahidinə görə açsaq, onluq say sistemində açılışına görə açsaq, 10A üstəgəl B, 10B üstəgəl A bərabərdir. 88 vurulsun A çıx B. 11A üstəgəlinsin 11B bərabərdir. 88 vurulsun A çıx B. 11-i çıxartsaq A topla B. 88 vurulsun A çıx B. A 11-ə bölsək hər tərəfi A topla B bərabərdir 8 vurulsun A çıx B. A topla B bərabərdir 8A çıxılsın 8B. 7A 9B'dirsə A'ya 9K, B'yə 7K. K birdən başqa qiymət ala bilməyəcək üçün ədəd də olacaq 97. A və B ədədlərin ədədi ortası 15-dirsə, onda bu ədədlərin cəmi 30-dur ki, sayına böləndə 15 eləyib. C və D-nin ədəd ortası 20-dirsə, onların cəmi 40-dır. A, B, C, D, Y-nin ədəd ortası 25-dirsə, deməli 5 ədəd olduğuna görə 5-ə bölmüşük 25 eləyib. 40 ilə 30-un cəmi 70. 70 topla Y bərabərdir 125-ə, Y də bərabərdir 55-ə. 24 nömrəli sualda deməli 28%-ə 70 qram maddə düşüb. 20%-ə neçə maddə düşüb bilmirik. Tənasüblə tapsaq eləyəcək 70 vur 20 bölünsün 28. O da eləyəcək 7-yə böləndə 10, 7-yə böləndə 4, 50. Buranı tapdıq 50-dir. Sonra tənasübü belə quracağıq. 70-ə 28%-dirsə 40-a neçə faizdir? O da buradan 40 vur 28 bölü 70 eləyəcək 16. 16%, 28% eləyəcək 44. 44-ün üstünə 20 gələndə 64. Burada düşəcək 36%. O zaman 36%-ə neçə qramdır bilmirəm. Amma 16%-ə 40 qramdır. O zaman X-ı da tapanda 36 vur 40 bölü 16. O da 90 qram eləyəcək. 25 nömrəli sual. 25 nömrəli sualda sayda bölənlərin sayından danışırsa, əvvəlcə ədədləri sayda vuruqların hasili şəklində göstərək. 2 üstü 1 topla M, 7 üstü 1 topla M vur 25-i. 21'i 3 üstü M topla K vurulsun 7 üstü M topla K.
Eynilərinin üzərlərini toplaya bilərik. 2 üstü 1 toplayın. 3 üstü m topla k. 7 üstü 2m topla k topla 1. Deməli uşaqlar, sadə bölənlərinin sayı k-dırsa, 3 sadə bölənim var, k 3'dür. Sadə vuruqlarının sayı 12'dirsə, üstlərinin cəmi 12 eləməlidir. Gəlin toplayaq. 1 topla m topla m topla k-nın yerinə 3 qoyuram. 2m topla 3 topla 1 də eləyəcək 4 bərabərdir 12'yə. 2m 2m 4m 1 ilə 3'ün cəmi 4, 4 ilə 4'ün cəmi 8, 12'dən də 8 çıxanda 4. M də eləyəcək 1. O zaman ədədimiz olacaq bax belə. 2'nin üstündə 2, 3'ün üstündə 4, 7'nin üstündə 2m'imiz 2, topla 4 də 6. Natural bölənlərin sayı qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vururuq. 2 üstə gəl 1, 3, 4 üstə gəl 1, 5, bu da 7. 15 vuru 7 də eləyəcək 105.